Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Nahmeduhu ve nestainuhu ve nu'minu bihi ve netevekkelu aleyh ve nestağfiruh ve netubu aleyh. Ve nusalli ve nusallimu ala habibihi ve necibihi ve hayratihi fi halqih, hafiz sirrih ve muballigh risalatih, seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ala alihil etyebinel etharinel muntecebin, siyyama baqiyetillah fil arazin, ve salli ala a'immetil muslimin ve humatil mustazafin ve hudatil mu'minin. Ya ibadallah, usikum nefsi bitaqvallah. Kâle Resulullah sallallahu aleyhi ve alihi ve sellem: teqabbelu bisittetin eteqabbelu lekum bil cenneh. İza haddestum fela takzibu ve iza vaadtum fela tuhlifu ve iza u'timintum fela tahunu ve gazzu absarakum vahfazu furucakum. Aziz müminler, aziz Müslümanlar, mübarek cümə günüdür. Bu günü Allah Teala hamımıza bərəkətli qərar versin inşallah. Və həmçinin ağamız, Mövlamız, İmam-ı Zaman Əccalallahu Teala fərəcəhu şərifə məxsus olan gündür. Allah bu günün ehtiramına onun da zuhurunu tez eləsin inşallah. Və İmam-ı Zamanın salamatçılığını da bir salavatla yad eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Hazreti Resulullah sallallahu aleyhi ve alihi ve sellem buyurur ki: "Teqabbelu bisittetin." 6 şeyi siz öz boynunuza götürün. 6 şeyi siz qəbul eləyin. "Eteqabbelu lekum bil cenneh." Mən də bu 6 şeyin müqabilində sizə cənnəti, behişti zəmanət eləyim. Yəni 6 əməli görün və bu 6 əməl müqabilində mən də sizə cənnəti, behişti zamin olum. Ki, yəni söz verirəm, bu 6 əməli görsəniz, behişt əhlisiniz. Birinci buyurur: İza haddestum fela takzibu. O zaman ki danışırsınız, söhbət eləyirsiniz, ümumiyyətlə sözünüzdə fəla təqzibu. Heç vaxt yalan danışmayın. Bəzi günahlar var İslamda ki, onlar ictimai günah hesab olunurlar. Bəzi günahlar da var, fərdi günahdır. Fərdi günah budur ki, Allah Teala buyurubdur, namaz qıl və mən də namaz qılmıram. Bu Allahla mənim aramda olan fərdi günahdır. Amma bəzi günahlar var, yalan danışmaq kimi, qeybət etmək kimi, böhtan atmaq kimi, artıq sənin bir tərəfi müqabilin var, bir şəxs sənin qarşındadır, ona yalan danışırsan və yaxud onun qeybətini eləyirsən və yaxud ona böhtan atırsan. Bu cür günahlar ictimai günahlar hesab olunur. Və yalan da həmin günahlardandır ki, ictimai günahlar hesab olur. Və bu günah səbəb olur ki, çox şeylər dağılsın. Ailə dağılsın. İşdən məsələn qovulasan, iş bir-birinə dəyə, bərəkət olmaya və s. ilaxir. Hər yerdə bu yalan bərəkəti aradan qaldırır. Və odur ki, Resulullah buyurur: İzə həddəstum fələ təksibu. O zaman ki danışırsınız, danışıq zamanı yalan danışmayın.
Və izə va'attum fəla tuxlifu. İkinci budur ki, o zaman ki bir nəfərə vədə verdiniz, söz verdiniz, heç vaxt vədənin xilafına, əksinə əməl eləməyin. Vədə vermək də bayaq qeyd etdiyim kimi, vədəni pozmaq da ictimai günahdır. Niyə? Çünki müqabilində bir nəfərə söz veribsən, vədə veribsən, ola bilsin sənin o vədənə sökənə, bütün arzularını, istəklərini, işini sənin o vədən əsasında qura və sən o vədəyə xilaf çıxırsan. Və vədəyə xilaf çıxmamaq qarşısında Rəsulullah cənnəti bizə zamin olur. Yalan danışmamaq qarşısında Rəsulullah bizə nədir? Cənnəti zamin olur. Baxın, bugün məsələn Fələstin, Qəzza məsələsinə də diqqət eləyəndə görürük ki, niyə gəldi bu günə çıxdı? Çünki bəzi İslam devlətlərinin boş-boş danışığı əsasında, yalan vədələri əsasında, yalanları əsasında gəldi, nəticəsi nə oldu? Soyqır. Və üçüncü buyurur, və izə u'timintum fələ təxunu. Hər vaxt sizə bir nəfər bir əmanət tapşırsa, heç vaxt o əmanətə xəyanət eləməyin. Əmanətə xəyanət həmişə geniş mənadadır. Əmanətə xəyanət bəzi vaxt Allahla insan arasında da bəzi məsələlərə aid olur. Allah sənə gözü əmanət verib, onu xəyanətdə istifadə eləmə. Allah sənə dili əmanət verib, onu yalanda, böhtanda, qeybətdə istifadə eləmə. Biz niyə deyirik ki, həmişə, məsələn, deyirik, filan kəs arif idi. Ayətullah, məsələn, Behçət rəhmətliyə arif idi. Bu arif sözünün mənası nə idi? Arif sözünün mənası buydu ki, o yalanı yalan olaraq tanımışdı. O qeybəti qeybət olaraq dərk eləmişdi, başa düşmüşdü. Əhl-i Beytin deyirlər, həmişə günaha qarşı rəftarları bu cür olub. Nə cür ki, bizim işığa, toqa qarşı həssasiyyətimiz var, bilirik ki, bu yəqinimiz var, bilirik, əlimizi bu işığa, toqa vursaq, bizi anında öldürər. Əhl-i Beytin də günaha qarşı və ariflərin də günaha qarşı bu yəqinlər var idi. Ariflər bilir ki, yalan danışsan, Əhl-i Beyt bilirdi, yalan danışsan, o yalan sənin ruhunu öldürər. Qeybət etsən, o qeybət sənin ruhunu öldürər. Bu yəqin idi ki, və tam o yalanı, tam o xəyanəti, tam vəfasızlığı onlar düşünmüşdü. Və buna görə də neynirdilər? Ondan uzaq dururdular. Və o şəxs adlanırdı ki, arif. Arif nə deməkdir? Yəni tanıyan. Nəyi tanımışdı? Haqqı batildən seçə bilirdi. Haqqı tanımışdı, eyni zamanında kənarında batili tanımışdı. Və odur ki, Rəsulullah buyurur, bir əmanət sizə tapşırıldığı zaman ona xəyanət etməyin. Və dördüncü buyurur, vəğuzzu əbsarəkum, gözlərinizi qoruyun. Bəzi vaxt, bəzi rivayətlər görürsən, bu cümlə var, bu təbir var ki, qiyamət günü insan Allaha şikayət eləyər, Rəbbi, lima həşərtəni əma, ey mənim Allahım, məni niyə qiyamətdə kör kimi məşhur elədin? Baxı, mən o dünyada görürdüm, indi gəldim, bura düşdüm, və burada sən məni kör kimi məşhur elədin. Deyir, cavab gələr ki, sən gözlə xəyanət elədin. Sən gözlə xəyanət etdiyinə görə qiyamət günü kör kimi məşhur oldun. Göz dedikdə təkcə məsələn kiminsə namusuna baxmaqdan söhbət getmir. O bir misdaqıdır, o bir hissəsidir. Gözlə xəyanət dedikdə çox şeylər nəzərdə tutular. Gözlə xəyanət dedikdə, bəzi vaxt görürsən, məsələn, bir nəfər özü üçün ev alıb, bir maşın alıb, baxırsan, sən baxışlarında gözünün başqa bir təsiri var. Ki, heç baxışın yaxşı niyyətlə deyil. Çünki göz avtomatik olaraq nədir, beynə ötürür artıq sənin niyyətini, ruha ötürür, belə deyək. O baxışların fərqli baxışlardır. Görürsən ki, o el arasında da göz dəymə, nazar deyirlər. Ona oxşar bir şeydir ki, gözün bəzi vaxt xəyanəti namusdan başqa şeylərdə də olur. Və beşinci buyurur,
vəhvəzu furucakum. Öz şəhvətlərinizi qoruyun. Şəhvət dedikdə təkcə, üzr istəyirəm, cinsi əlaqə nəzərdə tutulmur təbii ki. Şəhvət dedikdə o hər bir şey ki, sənin şəhvani hisslərini oyadır, onların hamısı şəhvətə aiddir. Bu baxışda da ola bilər, bu hərəkətdə də ola bilər, bu, üzr istəyirəm, cinsi əlaqədə də ola bilər və bu həddindən artıq yeməkdə də ola bilər. Və ona görə buyurulur ki, xüsusən də axşam vaxtları yeməyinizi həmişə yüngül eləyin. Və bu şəhvəti qorumaq, şəhvəti kontrol eləmək insanın ruhunu qorumağa bərabərdir. Şəhvət həmişə ruhu qaraldar. Şəhvət nəfsani istəkləri artırar. Və odur ki, Rasulullah buyurur, vəhvəzu furucakum. Bu şəhvani istəklərinizi neyləyin, kontrol edin və onları qoruyun. Və axırıncı, sonuncu olaraq Həzrəti Rasulullah buyurur, və kuffu əydiyyəkum və əlsinətəkum. Həm əllərinizi qoruyun və həm dillərinizi qoruyun. Əllərinizi qoruyun nədən? Xəyanətdən. Əllərinizi qoruyun oğurluqdan. Əllərinizi qoruyun haram yerlərdən. Əllərinizi qoruyun haram pul almaqdan. Və əlsinətəkum. Və bunun zamanında yanında əli qorumaq kifayət eləmir və eyni zamanda dillərinizi qoruyun. Dil insanın bədən üzvündə o hissəcikdir ki, o kiçik ətdir ki, günahların əksəriyyəti onun vasitəsilə yerinə yetirilir. Qeybətidir, böhtanıdır, yalanıdır. Dilin vasitəsilə olunan günahlar çox günahlardır və hətta böyük günahlar ki, baş verir, adlarını sadaladığım günahlar, bunların hamısı dilin vasitəsilə baş verir. Və odur ki, eyni zamanda Rəsulullahın buyurduğu sözlər bizim üçün sadə və asan gəlsə də, eyni zamanda da bunları tanımaq, bunları kontrol etmək bu şəkildə biraz da bizim üçün çətindir. Və Rəsulullah da bu buyurduqlarının qarşısında bizə nədir? Cənnəti zəmanət eləyir və cənnəti söz verir. Və buyurdu ki, təqəbbəlu bisiddətin, bu 6 şeyi məndən qəbul eləyin, ətəqəbbəlu ləkum bil cənnə. Və bunun müqabilində də mən qəbul eləyirəm ki, siz cənnətdəysiniz. Bu elə bir sənətdir ki, Rəsulullahla hər bir müsəlman arasında imzalanıb, yerinə yetirilib, hər kim əməl eləsə o qərarda da, o sözə, o daqavora əməl eləsə, nəticəsi cənnətdir. Da Həzrəti Rəsulullahın sözündən də böyük sənət bizim üçün ola bilməz. İnşallah Allah'a and verirəm öz izzət və cəlalına bizi həqiqətən Rəsulullahın buyurduğu bu 6 əmələ əməl eləyənlərdən qərar versin inşallah. Bizi Allah haqq danışanlardan qərar versin inşallah. Bizi Allah Teala əhdinə vəfa eləyənlərdən qərar versin inşallah. Bizim əlimizi, dilimizi, gözümüzü, ağzımızı kontrol olmuş əl, göz, ağız və dillərdən qərar versin inşallah. Allah bu cümə ehtiramına İmam-ı Zamanımızın zuhurunu təcil eləsin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynaka l-kawsar fasalli li rabbika wanhar. İnna şaniyaka huvel abtar. Sadaqallahul aliyyul azim.